Bu indi xalq arasında bu novostroyka dedikləri yeni tikililərdə bir dənə qəribə bir xüsusiyyətlər də var son vaxtlar mən görürəm orada. Yəni aşağı mərtəbələr daha ucuzdur, yuxarı mərtəbələr daha bahadır, getdikcə də bahalaşır. Axırıncı mərtəbədəki elə bir qiymət qoyulur ki, yəni yaxın durulası deyil. Yəni bu niyə belədir? Niyə yuxarı mərtəbə belə baha olmalıdır ki, qiyməti? Əslində bizdə unudulan bir məqam var. Yaşayışın keçirdiyiniz evdə, mənzildə keçirdiyiniz vaxt və orada sizin hal-hazırda həyatınız, yəni evinizdə neçə nəfər yaşlı adam var, it saxlayırsınızmı, heyvan saxlayırsınızmı? Bunlar mənzillərin bölgüləndirməsində, yəni mərtəbələrin bölgüləndirəndə alınmasında əsas faktorlardan biridir. Bu necə baş verir? Məsələn, cavan ailələr hansı ki daha az vaxt keçirdirlər mənzillərində, onlar yuxarı mərtəbədə olmalıdır. Bu memari yanaşmadır. Amma biz normalda yuxarı mərtəbələri panorama üçün alırıq, görüntü üçün alırıq. Amma yuxarıya qalxdıqca həqiqətən də havanın çirklilik səviyyəsi artır əslində. Başqa bir məsələdə fərq eləmir orada. Məsəl üçün aşağı mərtəbədən yuxarı mərtəbədə bir fərq yoxdur başqa? Yox, başqa heç bir şey yoxdur. Bir də içəridə istifadə olunan o sütunlar və pərdələr var, divarlar. Və onların sayı çox olur. Birinci mərtəbədən daha çox olur, qalın olur. Məsələn, sütun sayı əgər bir mənzil üçün 6 dənədirsə və qalınlığı deyim də onun ümumi həcmi böyükdür, nəinki yuxarıya qalxdıqca, çünki mərtəbədə azalma baş verir. Onda daha az olur, daha yaxşı belə. Yuxarıda bölgüləndirməni etmək, bəli, yuxarıda bölgüləndirməni həyata keçirmək daha rahat olur, nəinki aşağı mərtəbələrdə.